Ya Allah, Bismillah. İllərdir namaz qılırıq və möminlərin, namaz qılanların çoxsunda belə bir sual yaranır ki, biz namazın fəziləti barəsində deyilmiş o dərəcəyə, mənəvi paçlığa niyə yetişə bilməmişik? Namaz üçün deyilmiş o fəziləti niyə özümüzdə və ruhumuzda hiss etmirik? Çünki namazın vacibliyini deyən hədis, ayə, dini mətnlərdən əlavə namazın və namaz qılan barəsində çox böyük fəzilətlər deyilib axı. Yəni, illərdir namaz qılırıq, biz indiyə su üzərində yeriyə bilməliydik. Su üzərində yerməliydik. Hanı bu fəzilətlərlə bizim aramızda böyük fasilə var. Əhl-i Beyt əleyhissalamın buyurduğu kəlamlarına baxanda görsən ki, bəli, namazlarımız və qıldığımız namazları onların, əleyhissalamların dediyi şəkildə yerinə yetirməmişik. Ciddi şəkildə dini mətnlər, ciddi şəkildə buyururlar ki, qıldığınız namazlardan hansı hissələr ki, huzur qəlblə qılınıb, yəni namazın həmin hissəsində fikriniz namazda və Rəbbinizlə danışmaqda olubsa, həmin hissələr məqbul olur. Namaz qıldığınız zaman fikriniz kənarda olduğu olan rükətlər miqdarı Allah tərəfindən qəbul deyil, mələklər o namazları geri qaytarır. Ciddi dini mətnlərimiz var bu barədə. Təəssüf ki, bu hədisləri biz elə də ciddiyə almamışıq. Namazın zahiri formasını qılıb, boynumuzdan fərzi, vacibi götürmə niyyəti ilə ki, vacibdir deyə, Allah vacib edib qılmalıyam deyə, qılın boynumdan götürülsün. Bu niyyətlə qılmışıq. Və nəticədə budur ki, namazın fəziləti barəsində deyilmiş o böyük məqam və mənəvi saflığı əldə edə bilməmişik. O fəzilətlərlə bizim aramızda hələ ki, böyük fasilələr var. Bizim qıldığımız namazların bəlkə də bir çoxu təzələnməlidir. Yəni, həmin meyara əsasən. Buyurublar ki, namazda fikriniz olduğu fikirli halda, yəni huzuru qəlblə qıldığınız hissələr məqbuldur yalnız. Amma fikriniz dünyəvi işlərin ardıcan olan namazlar məqbul deyil, iadə olunmalıdır, təzələnməlidir bu namazlar. Allah Teala zahiri şəkildə qılınan namazı istəmir. Allah Müteal insanın batinən və ruhən öz Rəbbi ilə danışmağını istəyir. Yəni, zahiri ritual şəklində əyilim, düzəlim, namazı qılım və mən Rəbbimlə danışdım. Allah Teala belə şəkildə deməyib, yəni. Və hətta Quran-ı Kərimdə ayə də var, buyurur ki, vay olsun o namaz qılanların halına ki, namazda səhlənkarlıq edirlər. Namaza qarşı olunan səhlənkarlıq bir neçə şəkildə ola bilər. Ya namazı vaxtından gecikdirmək, vaxtında qılmamaq, ciddiyə almamaq və ikinci şəkildə də namazı qılırsan, lakin fikrin və zikrin, qəlbin, ruhun tamam başqa bir yerdədir. Namazdan başqa bir yerdədir. Təbii ki, belə bir namazlar Allah qatında məqbul deyil və belə qılınan namazlar həqiqətdə iadə olunmalıdır, təzədən qılınmalıdır.